Salam hər kəsə, kanalıma xoş gəlmisiniz. Son zamanlar baxdım ki, ümumiyyətcə bir neçə vloqda üzüm görsənmir. Sadəcə vloq çəkmişəm və bu dəfə sizinlə belə bir giriş eləmək istədim. Kanalıma hər biriniz xoş gəlmisiniz və o qədər sevinirəm ki, son zamanlar səhifəmin aktivliyi artıb, izləyənlər artıb, bəyənənlər artıb. Və buna görə də əvvəldən məni izləyənləri, səhifəmi izləyənləri və yeni qoşulan izləyicilərin hər birinizə təşəkkür edirəm. Minnətdaram. Bu mənim üçün motivasiya olur və daha çox vloq çəkməyim üçün məni motivasiya eləyir. Bu gün də sizin üçün yeni bir vloq çəkmişəm. İnşallah ki, izləyib bəyənərsiniz. Buyurun, xoş izləmələr. Bir həftədir hava durumunda Gəncədə qar yağacağını göstərir, amma qar yağmırdı. Bu gün də baxdım ki, günün 2 saatında qar yağışı göstərir. Dedim yəqin ki, bu gün də yağmaz. Bir də baxdım ki, sulu qar başlayıb artıq. Bütün ətraf rayonlara qar yağmışdı. Hətta 2 həftə əvvəl anam zəng etmişdi ki, Qazaxda da çox gözəl qar yağıb. Bildiyiniz ürəyim getdi qar üçün. Nəhayət bu gün də Gəncəyə gah sulu, gah da quru qar yağdı. Nəhayət ki, biz də qar görmüş olduq. Qar yağanda hava çox gözəl olur, təmiz hava olur. Buna görə xüsusən sevirəm. Həm də ki, qışın simvoludur. Nə qədər soyuq olsa da, qar yağmasa qışın marağı olmur. Qış olduğunu hiss etmirik. Bu arada bir maraqlı bir şey eşitmişəm. Dedim sizinlə də soruşum, bölüşüm bu fikrimi. Həyatınızda nə vaxtsa qar yemisiniz? Eşitmişəm ki, qarın üstünə bəhməz töküb yeyəndə çox dadlı olurmuş. Heç vaxt qar yeməmişəm. Hələ bəhməzlə yeməyi çox maraqlı gəldi mənə də. Sınamaq istəyirəm açığı, amma qar görmürük deyə hələ ki sınaya bilməmişəm. Bunu sınayanlar varsa çox xahiş edirəm şərhlərdə yazın. Çünki bu mənim üçün çox maraqlıdır. Bu vlogda biraz gündəlik həyat, biraz da söhbət var. Son zamanlar Instagramımda aktivləşdirirəm və burada Shorts bölməsində paylaşdığım qısa videoları Instagramda da paylaşıram. Instagram səhifəmi burada paylaşacağım. Zəhmət olmasa girib follow edərsiniz. Əvvəllər YouTube istifadə etmədiyim zaman Instagramda çox aktiv olurdum və bütün vaxtım orada şəxsi hesabımda keçirdi. YouTube açdıqdan sonra isə başqa bir Instagram hesabı açdım və həmin YouTube'da paylaşdığım shorts videoları orada atmağa başladım. Bu biraz mənim üçün çətin gəlməyə başladı. Çünki Instagram üçün hər dəfə eyni reels atmaq doğru deyil. Arada bir sırf Instagram üçün fərqli reelslər atmaq lazımdır. Eyni zamanda günlük storylərdə paylaşmaq lazımdır. Və deyim ki, Instagram YouTube'dan da daha çətindir. Amma Instagramı çox sevirəm. Yəqin ki, son zamanlar bu trendi siz də görmüsünüz və ya qarşınıza çıxıb. Hesabımı böyütmək üçün bütün hesab sahibləri bir-birini takip edərək səhifələrini böyüdürlər və buna mən də qoşuluram bəzən. Əslində bu çox gözəl addımdır. Bir tərəfdən çünki beləliklə hər kəs bir-birini dəstəkləmiş olur və reklama əlavə pul xərcləməyə ehtiyac qalmır. Instagramda əvvəllər istənilən qədər hashtag paylaşmaq olurdu, amma indi sadəcə 5 hashtag icazə verir Instagram. Bu səbəbdən də biraz qısıtlanmış olur reelslər. Amma bilirəm ki, Instagrama biraz zaman ayırsam, səhifəm yüksələcək. Bu da zamanla olacaq yəqin ki. Çünki əvvəlcə mənim üçün YouTube səhifəmdir, onu böyütməkdir. İnşallah hər şey zamanla da olar. Siz də hələ də kanalıma abunə olmamısınızsa, abunə olun, çox xahiş edirəm. Çünki sizin üçün adi bir şey olsa da mənim üçün çox vacibdir. Bəlkə də sizin üçün adi bir toxunuşdur, amma bu mənim üçün çox önəmlidir. Onun üçün xahiş edirəm, kanalıma abunə olmağı unutmayın. Ev işləri mənim üçün terapiyadır. Ətrafı toparladıqca, təmizlik etdikcə sanki sakitləşirəm. Qarışıq olan düşüncələrim yerinə oturur. Təmizlik zamanı sadəcə evimin içini deyil, eləcə düşüncələrimi də təmizləyirəm, yoluna qoyuram. Yəqin ki, mən tək deyiləm. Mənim kimi olan insanlar çoxdur, xüsusən xanımlar. Biz bir yandan təmizlik edər, yemək hazırlayarıq, bir yandan da düşüncələrimizlə məşğul olarıq. Səs-küydən uzaq qalmaq mənə böyük zövq verir. Buna görə də son zamanlar ətrafımdakı insan sayını da azaltmışam.
Yeni bir dənə yumşatıcı aldım. Bunu Bazar Store'dan aldım. Qiyməti də çox uyğundur da. Bunu boşaltdım başqa bir qaba. Ona görə belə boşdur. Düşünürdüm ki, bu qiymətə yaxşı olmaz. 2 manat neçəsə qəpiyə almışdım. Amma o qədər gözəl qoxusu var, dəhşətdir də. Özü də çox yaxşıdır. Həqiqətən bundan görsəz alın mütləq. Ev işləri mənim üçün terapiyadır. Ətrafı hazırladıqca, təmizlik etdikcə sanki sakitləşirəm. Qarışıq olan düşüncələrim yerinə oturur. Təmizlik zamanı sadəcə evimin içini deyil, düşüncələrimi də təmizləyirəm, yoluna qoyuram. Yəqin ki, mən tək deyiləm, mənim kimi olan insanlar çoxdur. Xüsusən xanımlar bir yandan təmizlik edər, yemək hazırlayar, bir yandan da düşüncələrimizlə məşğul olarıq. Səs-küydən uzaq qalmaq mənə böyük zövq verir. Buna görə də son zamanlar ətrafımdakı insanların sayını azaltmışam. Həyatımda səmimiyyətinə, dürüstlüyünə güvəndiyim insanlarla əlaqəmi saxlamışam. Sadəcə insan olsun deyə həyatımda hər kəsi almıram. Buna ehtiyacım da yoxdur, çox şükür. Son bir ildir ki, ancaq özümlə, şəxsi inkişafımla məşğul oluram. Allahın izni ilə hər zamanda belə olacaq. Çünki hər keçən il özümə hesabat verirəm. Özümdə nələri dəyişdim, hansı sevmədiyim xarakterimi törpülədim. İnandırım ki, sizi bu cür davranışların çox bəhrəsini görmüşəm həyatımda. Valideynlərimiz bizi 1 yaş dövrünə qədər yetişdirər. Ondan sonrası bizə aiddir. Bütün məsuliyyətimiz özümüzdən yaşadığımız həyatı özümüz seçirik çünki. Və düşünürəm ki, cəsarətli olub seçimlərimizə sahib çıxmalıyıq. Yoxsa ki, mən keyfimə görə İstədiyim kimi yaşayım, ya nəsib, ya qismət, yaxşı olsa öz uğurum, pis olsa valideynlərin günahıdır. Vaxtında mənə bunu etmədilər, onu etmədilər deyib işin içindən sıyrılmağa çalışmaq. Baxın, bu tam da qurban psixologiyasıdır. Nə yalan deyim, mənim valideynlərim daxil heç kimdən gözləntim olmayıb, çox şükür. Olmayacaq da bundan sonra. Çünki mən hər zaman güclü, öz iradəsini, öz gücünü bilən biri olmaq istəmişəm. Və bu gün də tam da eləyəm. Özümə verdiyim bütün sözləri bir-bir tuturam. Bunun üçün Allaha sonsuz şükran duyuram. Bu günümüz çox vaxt keçmişdə etdiyimiz dualarımızdır. Allahdan istədiklərimiz, niyyətlərimizi zaman-zaman yaşayırıq. Bəs bunun şükrünü, duasını edirikmi? Bəzən kiçik şeylərin şükrü bizə daha gözəl və böyük dualarımızı yaşamağa yolumuzu açır. Şükr etmənin, təşəkkür etməyin böyük gücü var. Çünki şükr etmək bizim şuuraltımız üçün hər şey yolundadır. Mən güvəndəyəm mesajını verir. Məşhur kvantum ustaları şükr etmənin yüksək frekanslı enerji yayaraq həyatımızda daha çox pozitiv halları özünə çəkmək, beyindəki dopamin və serotonin kimi xoşbəxtlik hormonlarının artırması, zehinsəl və eyni zamanda fiziksel sağlığı var etdiyini açıqlayır. Şükr etdiyimiz şeylərə odaqlanaraq həyatımızda onlardan daha çoxunu çəkməyə başlayırıq. Mətbəx dəzgahının üstünə gündəlik istifadə etdiyim ədvaları yerləşdirmişəm və bunlar biraz azalanda çalışıram ki, üstünü doldurum hamısının, rahat olsun mənim üçün. Bu gün də baxdım ki, qablarda çox su azalıb və gətirdim ki, doldurum rahat olmağı üçün.
Bir anlıq pəncərədən baxdım ki, qar sürətlə artıb və quru qara çevrilib. Baxın görün necə gözəl yağır. Həqiqətən şükürlər olsun bu gözəlliyə. Lütfen buna bakın. Bir damcı quru qar yağdı və orada bir dənə balaca yerdə qalıb. Uşaqlar bir dənə balaca qar tapıb onunla qartop oynayır. Neynəsinlər? Sevindiyi şeydir. Qar yağacaq. Qar yağır. İndi suluya çöndü yenidən. Bir damcı orada yerdə quru qar qalıb. Balkona bir dənə göyərçin qondu. Hava soyuqdur, qar yağır. Sulu qar. Mən gələnə qədər day getdi. Çörək ovub qoyuram ki, bir daha gəlsə, quş falan gəlsə yesin. Çünki hava çox soyuqdur. Yazıqdır o da. Belə.
Biraz ovum. Biraz quru yağırdı bayaq qar. Yenə döndü sulu qara. Elə bəsdir bu qədər. Göyərçinlərə baxın bir dənə. Bu evin damındaymış. Orada yuva qurublar. Oradan gəlir yəqin ki bizim balkona da. YouTube çəkməyə yeni başladığım dövrdə Temudan özüm üçün belə bir tripod almışdım və bunu çox uyğun qiymətə almışdım. Təxmini 10 manat idi, səhv eləmirəmsə. Artıq bir ildən artıqdır ki, bu məndədir. Qiyməti çox münasib olmağına baxmayaraq çox rahatdır və istifadəsi də çox yaxşıdır. Ölçüsü də kiçik olmağına baxmayaraq rahatlıqla çantaya qoyub çölə bir yana çıxanda, çöl çəkilişləri eləmək istəyəndə onda da istifadə eləmək rahat olur. Vlogumun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm hər birinizə. Kanala hələ də abunə olmayanlar varsa, çox xahiş edirəm abunə olmağı və like eləməyi unutmayın. Sizin üçün gözəl bir görüntü qoyuram bura. Hələlik yeni vlogda görüşənədək özünüzdən müğayət olun.